Bişdiş rubrikası şəhərin ən özəl məkanlarının, ən gözəl yeməklərinin sirlərini sizinlə bölüşməkdə davam edir. Rəngarəngli ilə zövqümüzə oxşayan, hal-hazırda olduğumuz Circle restoran aşpazı görürsən bugün bizə nə hazırlayacaq? Bəli, biz artıq hazırıq və az öncə dediyim kimi mətbəxə keçmişik və hal-hazırda yanında Circle restoranın aşpazı Ələsgər bəy var. Ələsgər bəy, sabahınız xeyir olsun. Bugün bizə nə hazırlayacaqsınız? Artıq hər bir şey düzmüsünüz stolun üstünə. Günləri üçün inşallah göbələk salatı. Göbələk salatı? Kəhriz göbələk salatı. Həm də pəhriz, dietik. İspan mədəliyonu yeyəcəyik. Aha, isti yeməyimiz ispan medalyonu, salat isə pəhriz göbələk salatı. Və bugün də biz bişdişimizdə Berliner Feinkos mağazasından alış-veriş elədik. Hal-hazırda gördüyünüz məhsullar göbələk, yaşıl noxud və zeytun yağı. Və onu qeyd edirəm ki, Edeka markasının məhsullarıdır. Salata nələr gedəcək? Rəngli biberlərdir, turşu xiyar, soğan, qırmızı soğan, limon suyu sıxılmış, təzə xiyar, ondan sonra göbələk və qaralıq gedəcək. Bir də zeytun yağı. Və zeytun yağı. Göyərtilərdən də ki, petruşka və şüy. Aha, o zaman başlayaq. Nədən? Rəngli biberlərdən başlayaq. I'm feeling naughty. Take close to me. I'll be all that you need. Don't deny what you want, baby. Önlüyümə görə təşəkkür edəcəm mən restoranın bütün heyətinə. Just come with me, come with me. Bu salat yəqin ki, mayonezlə də olar. Pəhriz Amma salatı olmaz. usta mən nəzərə alaraq pəhriz salatı edir. Ona görə zeytun yağından istifadə edəcəyik bugün. Amma zövqə görə mayonez də istifadə etmək olar bu arada. Gəlin belə eləyəm. Mən salatı davam eləyim, siz keçin yeməyə, isti yeməyə. Mən də doğraya bilirəm. Necə oldu? İspan medalyonu. İspan medalyonu nə gedəcək ona? Can əti gedir. Göbələk sosu üçün isə göbələk gedir, qaymaq, duz. Bir də pişirmək üçün zeytun yağı. I'll be all that you need. Don't deny what you want, baby. I want your body. Əslində mən nazik doğruram, bıçaq iti olmadığına görə biraz qalın oldu. Come with me. Just gonna let it go tonight. All I want is you. Gördüyünüz kimi Edeka'nın zeytun yağından bu gün istifadə edəcəyik. Təmiz Alman məhsuludur və həm də çox ləzzətlidir. Götürülür, zeytun yağı əlavə edilir üstünə. Ondan sonra pişirilir. I ain't your mama, boy, I ain't your mama. When you gonna get your... Və salatın ərzaqları artıq doğradıq. İndi keçirik göbələyinə. Bu arada bizim salata istifadə edəcəyimiz göbələk yağdadır. Yəni duzlu deyil, yağlı göbələkdir. Oh, yeah, yeah, yeah. Things are about to change. Ətin mühürləmək lazımdır pişirəndə. Aha. Ki, ətin üstünlük bırakmasın. Onun üçün əti dağ xodda pişirmək lazımdır. Zeytun yağında. Bəli, zeytun yağı olsa lap gözəl olur. Biz zeytun yağında pişirəcəyik. I ain't your mama. I ain't gonna do your laundry. Günah xanım, soya sosu Soya əlavə edirik. sosu. Aha. Boy, I ain't Bunu qrildə hazırlayacaqsınız, bişirəcəksiniz. Aha, keçirik grilə. your mama. No, I ain't your mama, no. I ain't your mama. Və əlavə edirik limon suyu. Təbii zeytun yağıdır. Həm də dietik istədiyimə görə pəhriz salatı mayonezdən yox, zeytun yağından istifadə edirik.
Deməli, ətimiz də hazırdır salatda. İndi gəldi yeməyin ən önəmli yeri. Yeməkdən öncə dekor. Usta, çox təşəkkür edirəm. Əllərinizə sağlıq. Biz də gedirik bunu yeməyə.